Milli Məclisin iclasında maraqlı bir müzakirə baş tutub. İnsan Hüquqları, Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin iclasında məktəblərdə TikTokun istifadəsi ilə bağlı mühüm qərarlar müzakirə edilib. Nazir müavini bildirib ki, hazırda ölkə məktəblərində TikTok platformasına çıxış bloklanıb. Bu qərarın əsas məqsədi şagirdlərin dərs prosesinə daha çox diqqət yetirmələrini təmin etmək və onların vaxtlarını daha səmərəli istifadə etmələridir. Məlumdur ki, TikTok son illərdə gənclər arasında böyük populyarlıq qazanıb və bu platforma bir çox yeniyetmənin vaxtının böyük hissəsini alır. Lakin bu sosial şəbəkənin dərs müddətində istifadəsi təbii ki, təhsil prosesinə mənfi təsir göstərə bilər. Nazir müavini qeyd edib ki, bu addım məhz şagirdlərin təhsil səviyyəsinin yüksəldilməsi və onların diqqətini dərslərə yönəltmək məqsədi daşıyır. Eyni zamanda, iclasda bu qərarın nə dərəcədə effektiv olacağı və şagirdlərin internetə çıxışının məhdudlaşdırılmasının nə kimi nəticələr doğuracağı müzakirə edilib. Bəzi millət vəkilləri bu addımın gənclərin yaradıcılığını və texnoloji bacarıqlarını məhdudlaşdıra biləcəyinə dair narahatlıqlarını ifadə ediblər. Ancaq nazir müavini vurğulayıb ki, məqsəd heç də gəncləri sosial mediadan tamamilə uzaqlaşdırmaq deyil. Əksinə, söhbət məktəb saatlarında dərs prosesinə daha çox diqqət ayırmaqdan gedir. Sosial medianın müsbət tərəflərinin də olduğunu qəbul edən nazirlik, bu qərarın daha balanslı bir təhsil mühiti yaratmaq üçün verildiyini açıqlayıb. Bu qərarın məktəblərdə necə tətbiq olunacağı və şagirdlər arasında hansı reaksiyalara səbəb olacağı maraq doğurur. Gələcəkdə bu qərarın tətbiqi ilə bağlı daha ətraflı məlumatların verilməsi gözlənilir. Beləliklə, bu addımın təhsil sisteminə və şagirdlərin gündəlik həyatına necə təsir göstərəcəyi zamanla aydın olacaq. İzləməyə davam edin.